Mövsümün dəyişməsi ilə əlaqədar balıq bazarlarında canlanma müşahidə edilir. Qiymətlərin münasib, çeşidlərin isə çox olması alıcı sayında xeyli artıma səbəb olub. Yerli balıq almışam, xanı balığı. Çox yaxşı qiymətlərdən də razıyam. Uşaqlar üçün alıram, nəvələrim üçün, övladlarım üçün. Təmizlədilər, yudlar, verdilər mənə. Çox gözəl. Hansı könlüm istəyir, gözüm tutursa onu da təmizlətdirib götürəcəyəm. Şürün arazın sazanları var, onlardan bir dənəsini təmizlətdirib götürəcəyəm. Yaxşı iri balıqlardır, 5 kilo, 6 kiloluq balıqlardır. Qiymətlərlə razıyıq. Hər yerdən fərqlənir. Ancaq yerli balıq. Öz balıqlarımızı da farel. Ən dadlı balıq odur. Onu yeyirik, ailəmiz də onu çox istəyir. Qalan balıqları yox, tanımıram. Çupra, muprazat bilmirəm nə. De o. Qiyməti də yaxşıdır. Marketdə çox bahadır. Burada 12 manata kilosu. Həm yerli, həm də xarici ölkələrdən gətirilən balıqların qiymətləri növünə və çəkisinə görə dəyişir. Yerli balıqlara da tələbat çoxdur, xarici balıqlara da tələbat çoxdur. Əsasən yerliyə üstünlük verir, yerliyə üstünlük verilir. Xaricdən yalnızca farelimiz ən çox gedir, istifadə olunur farel balığı. Yerli balıqlardan sudakdır, sazandır, xanıdır, Naxçıvan sudakıdır, Naxçıvan sazanıdır. Dağıstan, xarici Dağıstan sazanı var, kaplardır. Yerli dəniz məhsulları əsasən kütümdür, kifaldır. Bunlar daha çox istifadə olunur. Salyan balığıdır. Bu sazandır, xanıdır. Bunlar da xırda sazandır, sredni sazandır. Hər növ balıqlarımız var. Yerli də alan var, xarici də alan var. Amma daha çox yerlidir. Sazanlar var, 6 manata var, 5 manata var, 3.50-yə var. Xanı var 3.50-yə. Bunlar hamısı yəni axar suyun balığıdır. Göldür, amma axardır. Su girişi də var, çıxışı da var. Yerli balıqlardan, sulu balıqlardan var, balakan balığıdır, xanıdır, sazandır, belamurdur. Ən çox tələbat bu dəqiqə xanından belamuradır. Sazanın da tələbat var, alış var, nisbətən zəifdir. Ən çox alınan sudakdır, fareldir, çupradır, Dağıstan sazandır. Bunların hamısında tələbat var, kifaldır, kütümdür. Sözü gedən dəniz məhsulunu alarkən onun təzəliyinə diqqət yetirmək vacibdir. Həmçinin balıq məhsullarının saxlanma şəraiti və temperaturuna da nəzarət olunmalıdır. Bundan başqa bişirilmə prosesinə və istehlakına da həssas yanaşmaq tövsiyə edilir. Çünki məhsul köhnə olduğu halda zəhərlənmə təhlükəsi artır. Bəs balığın təzə olduğunu necə anlamaq olar? Balıq alarkən onun təzəliyinin göstəricisi onun gözlərinin parlaq, şişkin və şəffaf olmağı göstəricisidir. Əgər balığın gözləri sönük, parlaqlığı itmiş bir şəkildədirsə, bu balığın köhnə olduğunun göstəricisidir. Saxlanma şəraitində diqqət yetirmək lazımdır. Balıq aldıqdan sonra onu soyuducu çantada və ya buzlu bir qabın içərisində evə aparmaq lazımdır. Balığı ev şəraitində bişirərkən ona əlavə edilən ədviyyatları da xüsusi seçmək mütləqdir. Bişirilən balıq məhsullarını isə soyuducuda saxlayıb gün ərzində istehlak etmək lazımdır. Bir və ya bir neçə gün saxlandıqda onu qəbul etmək sağlamlığımıza ciddi zərər vura bilər. Asəf Zeynallı, Zaur Haşimov, Çinarə Vaqif, Telesəhər.